Salam dəyərli izləyicilər, xoş gördük sizi. Hər həftə olduğu kimi bu həftədə bazar günü avtomobil bazarındayım. Özə Badamdar avtomobil bazarında daha əvvəl olduğum kimi gəlmişəm bazara. Bazardakı ümumi vəziyyəti təhlil edəcəm. Alqı-satqının nə yerdə olduğunu, ümumiyyətlə bazara nə qədər avtomobil çıxarılıb bu həftə. Çünki əvvəlki həftələrdə kifayət qədər hava əlverişsiz oldu, yağış oldu, külək oldu və nəticədə bazara çox az sayda maşın çıxarılmışdı. Alış-veriş də olmadı. Ümumiyyətlə bundan əvvəlki bazarlar demək olar ki sıfırın tam altında idi. Bugün isə hava normaldır, amma düzdür, külək var. Bu küləyə baxmayaraq bazara kifayət qədər maşın çıxarılır. Ümumi vəziyyəti sizə göstərməyə çalışacağım. Fikir verirsiniz bazarın aqibətini. Bu qədər avtomobil çıxarılıb. Bu tərəfə baxanda fikir verirsiniz, burada nə qədər avtomobil var. Yəni çox sıx şəkildədir. Yəni hətta artıq saat 10-dur və bu saatlarda belə bazara durmadan avtomobil axın edir. Durmadan maşın gətirirlər satmağa. İndi çək görək bu çoxluğun, bu bolluğun qarşısında qiymətlər necədir, alqı-satqı necədir? Yəni ki, bundan əvvəlki bazarlar sıfır idi və bu bazar havanı fürsət bilən hər kəs maşın satmaq üçün bazara üst tutub düşəcək qiymətləri soruşmağa, maşın bazarındakı ümumi vəziyyəti analiz eləməyə və sizə mövcud bu dəfəki bazardakı vəziyyəti təqdim eləməyə getdik bazarın mərkəzinə. Görürsünüz, mərkəzi hissəyə qədər maşın çoxdur. Oradan keçmək belə çətindir, baxın. Yəni, boş yer saxlanılmayıb. Maraqlısı odur ki, bu bolluğun qarşılığında artıq bir neçə istiqamətdə mərkəzi yollarla mən hərəkət edirəm. Satış demək olar ki, yoxdur. Hər kəs maşınlarının yaxınlığında dayanıb gözləyir. İnsanlar azdır, yəni almağa gələnlər azdır. Çünki avtomobillərin sayı ilə müqayisə eləsək, insanlar çox azdır deyərdim. Bu da satışın zəif olmağından xəbər verir. Ümumi indi yenə də əsas hissələrə, bazarın demək olar ki, hər yerini gəzib təhlil edəcəm. Paralel olaraq da qiymətlərlə maraqlanacağam və sizə müxtəlif avtomobillərin qiymətlərini təqdim edəcəm. Baxaq görək nə baş verir bu bazarda. Dəyərli izləyicilər, başladıq Hyundai Elantra ilə. Çox səliqəli idarə olunub avtomobil. 2024-cü ildir. 39 minə deyir sahibi. İnteryerini təqdim edəcəm. Baxın, açarsız daxil olma var avtomobildə. Lük və sair avtomobildə hər şey var. İnteryerini təqdim edəcəm. Start stopdur, böyük monitordur. Avtomobilin real yürüşünü 22.000, görürsünüz 22.407 kilometr real yürüşü var. Hətta baxın, buradan heç salafanları belə sökülməyib. Avtomobilin interyeri çox səliqəlidir. Həqiqətən də sanki heç idarə olunmayıb. İli də əladır, 2024-cü ildir. Baxın, oturacaqları, yəni mövcud kilometrajına görə, yürüşünə görə çox səliqəli vəziyyətdədir. 22.000 götürəndə nə yürüşdür ki, əslində. Qapıların örtülməyə fikir verirsiniz. Necə səliqəli və sakit formada örtülür. 1.6 mühərrikdir. Ümumi gövdəni sizə təqdim edirəm, baxın. Belə, Hyundai Elantra 2024-cü il 39.000 manat servis. Dəyərli izləyicilər, tez-tez soruşursunuz və hətta hər bazar bu avtomobili mən imенно bu modeli çəkib göstərəm və yenə də baxıram ki, bu modellə çox maraqlanırsınız. Çünki qiyməti çox əlçatandır, ümumi ili və sair gövdəsi, komplektasiyası hər kəs üçün çox maraqlıdır. Bəli, yenə də qarşımızda Chevrolet Tegin X var. Amerika bazarı üçün nəzərdə tutulub. Çox səliqəli vəziyyətdədir. İndi bilmirəm, Amerikadan hansı qəza ilə gəlib. Ümumiyyətlə, qəza ilə gəlib yoxsa yox, indi sahibindən soruşacağım. Qardaş, xoş gördük sizi. Avtomobil Amerikadan qəza ilə gəlib yoxsa yox? Kapot zədəsi ilə gəlib. Ön, yəni ki, mühərrik örtüyünün zədəsi ilə gəlib qardaş deyir. Dəyişib detal yoxsa yox? Kapot dəyişilibdir. Bu mühərrik xananın üstü, yəni kapot deyirik də, bu dəyişibdir qardaş deyir. Amma çox ideal rənglənib, çünki digər detallardan rəng seçilmir. Qardaş, mühərriki, ili və s. digər detalları deyin, 1.5 motordur, 2019 VIN koddur, 2018 Tech pasportdur. LT komplektasiyadır, elektron sidenkadır, start stopdur. Hər qapıda açarsız daxil olması mövcuddur. Bazar dəyərindən 1000 manat, 2000 manat ucuz qiymətinə satışdadır maşınımız. Amerikadan birbaşa özümüz gətirmişik. LT komplektasiya bilirsiniz nə deməkdir? Yəni premium komplektasiyadır. LT komplektasiya yəni full komplektasiya. Orta komplektasiyadır. Bəli, premium komplektasiya deyək. Çünki izləyicilərin bir çoxu anlayır komplektasiyaların fərqini. Yəni tam full komplektasiya deyil. LT komplektasiya deməkdir ki, premium komplektasiyadır. Fulldan bir tık aşağıdır. Yəni qiyməti neçədir qardaş, start qiyməti? Qiyməti hal-hazırda bugünkü gün üçün 19.800 manata. Təkərləri çox təzədir, baxın. Heç elə və sürülməyib, idarə olunmayıb. Səliqəlidir, yaxşıdır.
SUV görünüşdədir, dəyərli izləyicilər, amma bu avtomobillər crossoverdir. Yəni bunu yəqin ki, fərqini görürsünüz, bilirsiniz. Chevrolet Cruze, Chevroletləri arda-arda çəkirəm ki, qarışıqlıq olmasın. Sedandır, 2016-cı ilindir. Digər Cruze'lardan, yəni bu banlar fərqlidir də bilirsiniz. 2015-dən sonra bu Cruze'lar bu banda, bu gövdədə gəldi, çıxdı. Chevrolet Cruze. Açarsız daxil olma görürəm, lük görürəm. Avtomobilin indi interyerini təqdim edəcəm sizə. İnteryerini təqdim edirəm. Baxın, böyük monitor var avtomobildə, start stopdur. Oturacaqların elektron şəkildə idarə olunması da amma maraqlıdır ki, parça oturacaqlardır. Çox maraqlıdır. 160 min kilometr yürüyüşü var. Hansı qəza ilə gəlib? Bir dənə kaput dəyişik. 16.500 manat. 16.500 manata deyir qardaş. Deməli, gəzdikcə baxıram sağa sola, avtomobillərlə maraqlanıram və görürəm ki, hətta daha əvvəl çıxarılmayan, bazara çıxarılmayan, görmədiyim marka model avtomobillər də bu bazardadır. RAV4-lər nə qədərdir ki, daha əvvəllər mən bu bazarda o qədər sayda RAV4 görməmişdim. Bugünkü bazarda satılmayan, tapılmayan maşın yoxdur yəni. Nə qədər maşın çıxarılıb bazara. Hər model, marka maşın tapıb almaq olar bu bazarda. Qiymətlər də ki, ənənəvi qiymətlərdir. Bundan əvvəlki bazarlardakı qiymətlərdir. Heç bir fərqi yoxdur. Fərq odur ki, bu bazar maşın bazarında maşın çoxdur. Alan da ki, demək olar ki, əvvəlki bazarlarla müqayisədə yoxdur. Çox zəifdir, çox sönükdür. Ciddi bir alıcı bir maşınla maraqlandığını hələ ki görməmişəm. Maraqlı bir maşın var qarşımızda. Əslində Mitsubishi-lərin demək olar ki, bazarı heç vaxt mən normal satıldığını görməmişəm. Ona görə də bu bazarda çox az sayda qarşıma çıxır. Onlardan biri də budur. Mitsubishi Mirage-dır. Avtomobil Amerika bazarı üçündür. 1.2 mühərrikdir. Yəni 2018-ci ildir. Yəni mən elə bilirdim ki, mexaniki sürətlər qutusudur, amma avtomatdır. Qardaş 12 yarıma deyir. 1.2 mühərrik. Ekonom maşın axtaranlar üçün məncə normal qiymətə, normal ildə, normal maşındır. İndi bilmirəm, bu maşının xroniki problemləri varmı, yoxmu? Yəni ki, söhbət bu maşından getmir də, bu modeldən gedir. Ona görə də o istiqamətdə bir söz deyə bilmirəm. Amma mövcud görünüşü, vəziyyəti, ili həqiqətən də o qiymətə normaldır məncə. Dəyərli izləyicilər, qarşımızda Mercedes W211 var. 2008-ci il olmağına baxmayaraq avtomobil çox səliqəlidir. İnteryerini sizə təqdim edirəm. Mercedes ki, Mercedes də. Gəmidir də qardaşlar, gəmi. Böyük monitor. Dövrünün premium komplektasiyası deyək. Yəni, baxın, avtomobil çox yaxşı vəziyyətdədir. 2 benzindir. Avtomobil çox yaxşıdır, əla vəziyyətdədir. 22 min manatda qiymətidir. Söhbət Kia Karnavaldan gedir və belə deyək də keçən dəfə dediyim kimi bu avtomobillər bildiyiniz gəmidir də, yəni ki, böyüklüyü, ümumiyyətlə bunun dözümlüyü ilə bağlı avtomobillə çox maraqlanırlar və çox sevənləri var deyərdim. Hətta, yəni, bilmirəm, bazara tez-tez çıxarılmamağının da səbəbi yəqin ki, alan satmaq istəmir. Yəni, mən o formada bunu dəyərləndirirəm. 18-ci ildir, mühərrik nə idi? 2.2 dizel. 2.2 dizeldir. Koreya bazarı olan avtomobillərin demək olar ki, 99%-i lüksüz gəlir. Amma bu o demək deyil ki, bu avtomobillər full komplektasiya deyil. Yəni ki, bu avtomobil, konkret olaraq qarşımızdakı bu Karnaval 2018-ci il full komplektasiyadır. İnteryerini görürsünüz. Start stopudur, böyük monitordur. Çatları var. Elektron əleyləcidir və s. Kitabçasına qədər, orijinal probek. Böyük 8+1. salondur, oturacaqların soyudulub isidilməsidir. Dəriləri çox əla vəziyyətdədir oturacağın. Görürsünüz, diqqət yetirin, çox səliqəli vəziyyətdədir. Və burada zolaq tanıması var, kör zonası var, sürüşmə əleyhinə və s. Yürüyüşü də, real yürüyüşü də 225 min real yürüyüşü var, dəyərli izləyicilər. İndi arxa qapını açıb salonu sizə təqdim edəcəm. Görürsünüz, bir toxunuşla qapının açılmağı. Bəli, salona baxın. Çox səliqəli, çox əla bir interyeri var. Salonu var. Baxın, bu istiqaməti. 37 yarım. 37 yarım. Real alıcı ilə razılaşmağa yeri var. 37 yarıma start qiymətini deyir qardaş. Real alıcı olsa deyir ki, mən o qiymətdə razılaşaram. Belə. Bu il daha çox Azərbaycana, Bakıya gətirilən maşınlar arasındadır. Söhbət Şanqan X5-lərdən gedir. Avtomobil crossoverdir. Çox əla bir görünüşdə crossoverdir. Maraqlısı odur ki, bu avtomobilin qiyməti, real qiyməti söhbət sıfırından gedir ki, çox əlçatandır və hər kəs üçün həqiqətən də maraqlı bir qiymətdir. A06-lardan müqayisə eləsək, deməli aşağı yuxarı eyni qiymətədir. Komplektasiya, hətta full komplektasiyası 26-28 min arasıdır. Və bu qarşımızdakı full komplektasiyada
Bəli, mən kənardan baxıram ki, 360 dərəcə kamerasına qədər bu maşında hər şey var. Avtomobilin start qiyməti qardaş deyir ki, 28 min manat. Bəli, X5 Plus 2026-cı modeldir. Sırf yanacaqdır. 5,5-6 trasdadır. Şəhərdə 7,5 100 kilometrə yiyir. 360 dərəcə kamerası var. Sadəcə bir dənə ayna bağlayanları yoxdur. Qızdırıcıları, hamısı açın içərisi. Start stopla. Bunların rəngi hamısı görürsünüz markovka gəlir, qırmızı deyil. Yəni interiyerə fikir Buyurun, bəli. Arxada hava vuran yerləri çoxunda kondisioner obursu modellərində olmurdu, amma bunlarda var. Elektron əl əyləcinə qədər, parklanmasına qədər, avtomobildə interiyerində yoxdur da, kruz kontroluna qədər, adaptiv kruz kontrolu, oturacaqların isidilməsi, soyudulması, kör zona, avtomobildə nə yoxdur ki, yəni arxa oturacaq, sərnişin oturacağı üçün kondisionerin hava girişi çıxışı var, USB girişi var, avtomobilin damı başdan başa panoramik. Panoramada lük də açılır, bəli. Lük də açılır. Gəlin bagaja baxaq. Göstərəcəm. Kənardan belə bir təəssürat yarana bilər ki, bu avtomobilin mövcud banından baxanda deyirsən ki, sanki yük yeri sıfırdır. Yük yerində bir əşya qoymağa yer yoxdur. İndi mən sizə təqdim edəcəm, görün bu avtomobilin yük yeri nə boydadır, nə genişlikdədir. Üstündə gəlmir ayaqlar. Bunu qoydurmuşam şimdi. Üstündə zavoddan olmur. Baxın. Sijenalarda bağlanır, oturacaqları. Həqiqətən də yük yeri kifayət qədər baxın, üstündə təkəri, zapaskasına qədər hər şey var. Yəni ki, doğrudan da bu avtomobil adamı həqiqətən də qiyməti ilə, komplektasiyası ilə, görünüşü ilə çox təəccübləndirir. Çox sərfəli. Mən buna maraqlanmışam dəyərli izləyicilər. Bir neçə mütəxəssisdən maraqlanmışam ki, maraqlıdır ki, bu avtomobilin qiyməti niyə belədir? Niyə ümumi vəziyyətinə görə? A06-lar götürəndə ki, yəni bunun komplektasiyasına görə bundan çox geridə qalır deyərdim. Amma bu avtomobillərin mənə belə bir argument gətirildi ki, yeganə minus cəhəti odur ki, bu avtomobil nə plug-in hibriddir, nə də hibriddir. Yalnız daxili yanma mühərrikli, yəni ki, benzin mühərrikdir. Ona görə də bəlkə də sırf ona görə qiyməti belə əlçatandır. Yəni ki, benzin olsa da turbo mühərrikdir, səhv eləmirəmsə. 1.5 turbodur. 1.5 turbo mühərrikdir. Bu isə deyildir ki, maşın sırf yanacaqdır. Sırf 92 ilə işləyir, sırf yanacaqdır. 92 ilə də tökün, 92 sürün. 2 ədəd boz rəngi, 1 ədəd də ağ rəngi var. Amma içərisi hamısının eynidir. Hamısı eynidir. Baxın, 360 dərəcə kamerasına qədər göstərirəm sizə də görürsünüz. Bəli. Avtomobildə nə yoxdur ki, yəni ki, öndə də arkada da hamısı kamerası. Görürsünüz. Bunun duruşuna baxın. Hər kəsin yaxşı tanıdığı, sevib, alıb sürdüyü, vaxtilə də populyarlığını qoruyub saxlayan, indi də populyarlığını qoruyub saxlayan Mercedes W210 səhv eləmirəmsə, başqa sözlə E-Class indiki vəziyyətdə 4 göz. 2000-ci ilində bu avtomobil, banın görürsünüz, tanıyırsınız. Avtomobil full komplektasiyadır. Lük və s. hər şey var. İnteryerini göstərəcəm. Zəhmət olmasa qapını bir dənə açardınız. İnteryerini göstərəcəm sahibindən. Sonra bir şey soruşacağım. Baxın. Görürsünüz, dəyərli izləyicilər, oturacaqların idarə olunması və s. hər şey var avtomobildə. Mən sahibimdən bir-iki şey soruşacağam. Əvvəlcə maşını mən vizual görünüşünü göstərim sizə. Qardaş, start qiyməti neçədir? 18 min. 18 min manat start qiymətidir, dəyərli izləyicilər. Baxın təkərə və s. 2000-ci ildə. 18 min manat. Avtomobil özünündür, yoxsa alıb satansın? Yox qardaşım, şəxsi öz maşınımdır. 3 ildir bizdədir, pul ehtiyac olduğunu ona görə satıram. Bir şey soruşmaq istəyirəm. Maşında Dörd gözlə niyə maraqlanırlar və indiki vəziyyətdə 2000-ci il, 25-26 ilin maşını niyə bu qədər çox satılır? Sürən və sahibi kimi bir soruşmaq istəyirəm sizdən. qardaşım, yəni can rahatlılığı da bir sözlə. Yəni ilk oyun olduğuna baxmayaraq, yəni günü bugünkü günə tələbat var da, özünü Sözün deyir. Bəli, öz sözün deyir. Trasda da öz sözün deyir. Hər yerdə də öz sözün deyir. Neçə motordur? 2.8 benzindir. 2.8 Viabrazın deyil. Bəli, Viabrazın mühərrik, 2.8 Viabrazın benzin mühərrikdir. Qardaşlar, 4 göz sürəndən soruşdum ki, bu maşının 26 ilin maşında 18 illə hələ də bu qiymətdən aşağı düşmür və alan da var. Niyə alsınlar bu maşını soruşuram. Qardaş deyir ki, 4 göz nədir? 4 göz möhrün qoymuş bir maşındır. Belədir, vəziyyət həqiqətən də bu maşın ilinə görə desəz ki 25-30 ilin maşındır, niyə hələ də satılır, niyə də bu qiymətdən aşağı düşmür, niyə də hələ də 18-19 mindir, baxın səbəbi budur. Maşını alanlar var, maşın populyarlığını hələ də qoruyub saxlayır və indiki vəziyyətdə real tələbatdır bu maşın və əsasən də bölgələrdən gəlib bu maşını alıb aparıb sürənlər var. Çünki maşının ustası çoxdur, detalları tapılır, ucuzdur, əlçatandır və s. saymaqla bitmir səbəblər. Bazarın mərkəzi yolu ilə davam edirəm, amma alıcı yoxdur. Artıq bir neçə saatda bazardayam. Demək olar ki, bazarın bir 95% hissəsini tam gəzmişəm. Amma
bu bolluqda, belə bir böyüklükdə, belə bir çox avtomobilin çıxarıldığı bazarda konkret olaraq alıcı yoxdur. Həqiqətən də yoxdur. Mən indi bunu real olaraq satanlara da yaxınlaşıb soruşacağam. Görək mənim təhlilim, mənim kənardan müşahidəm məni yanıltmır ki, indi soruşacağam bir maşın satanlardan. Görək bazardan maşın almaq istəyən real alıcı varmı? Çünki mən görmürəm. Nə qədər gəzirəm, görmürəm. Qardaşa yaxınlaşacağam. Qardaş, salam eləkər, vaxtınız xeyir olsun. Üzünüzü çəkmirəm, sadəcə soruşuram. Mən artıq bir neçə saatdır bazardayam. Mən belə müşahidəm bunu deməyə əsas verir ki, bazarda maşın kifayət qədər çoxdur, bolluqda, amma alan real alıcı yoxdur. Bəli, Yəni düzdür. yanılmıram ki. Düzdür. Görürsüz, mən indi bir qardaşın yanındayım. Yorğundur, çəkmək istəmirəm üzünü, çox yorulubdur. Gözləyir, müştəri gözləməkdən yorulubdur. Amma bazarda təəssüf ki, Alıcı yoxdur. bəli, reallıq budur ki, bazarda konkret alıcı yoxdur. Mən daha bir qardaşa yaxınlaşacağam. İndi bir dənə dayının yanındayam. Dayı, bazarda alıcı var yoxsa yoxdur? Bazarda alıcı yoxdur. Görürsüz, özünüz eşidirsiniz. Gəlib hamı elə biraz bir-birinin maşını soruşur. Ayrı bir alıcı yoxdur. Neçə saatdır buradasınız dayı? Saat 7-dən buradayıq. Görürsüz, artıq saat, mən bax, 12-nin yarısıdır. 7-dən dayı dayanıb bir Santa Fe'si var, onu satıb çıxıb getmək istəyir. 22 minə də deyir səfərlərimizə. Amma dayı o gözlədiyi alıcını hələ tapıb çıxara bilməyib ortaya. Yəni onun maşını ilə konkret dayanıb bir maraqlanan ciddi alıcı yoxdur. Bəli, yoxdur. Bazarda alıcı var yoxsa? Yoxdur, alıcı yoxdur, çox zəif. Həqiqətən də bazarda vəziyyət çox gərgindir. Alıcı demək olar ki, yoxdur. Qardaş, salam elə ki, siqaret yandırırsınız, üzrlə hesab edən narahat edirəm sizi. Bazardayım 3-4 saatdır, vəziyyəti analiz eləməyə çalışıram. Alıcı var yoxsa yoxdur bazarda? Normaldır. Yox, normal deyəndə real dayanıb maşınla maraqlanan, bir maşını alıb gedən alıcı görmüsünüz? Xeyr. Baxın, həqiqətən də vəziyyət, indiki vəziyyət belədir. Bazarda bolluqdur, kifayət qədər bolluqdur, amma alan yoxdur. Daha bir qardaşa yaxınlaşmaq istəyirəm, Ford Fusion'dur. Qardaşın üzünü çəkməyə bilərəm, əgər razılıq versə çəkə də bilərəm, problem yoxdur. Çəkməsəm daha yaxşı, çünki bayaq dediyim kimi əksəriyyəti yorulubdur. Soruşmaq istəyirəm, qardaş, mən artıq 3 saatdır bazardayam. Real dayanıb bir maşınla maraqlanıb, maşını alıb gedən bir alıcı görməmişəm. Amma bazarda kifayət qədər maşın var. Bazarda real alıcı var yoxsa yoxdur? Azdır. Çox azdır. Çox azdır. Bəli. Yəni bu bolluğun qarşısında demək olar ki, yoxdur. Əksər insanlar yönəlib xarici bazardan gətirirlər. Yəni rahata qaçırlar da belə deyək. Neçə saatdır dayanmısınız maşınınızı satmaq üçün? Haradasa bir 4-5 saat. Bir gəlib deyən olub ki, bunu 5 aşağı, 5 yuxarı verə aparım. Yox, qiymət söhbət edən olmayıb. Yalandan soruşub gediblər. Gediblər. Yəni ki, bu da onu deməyə əsas verir ki, sanki bazara gələnlər, maşınla maraqlanmaq üçün bazara gələnlər bir kəşfiyyat aparır. Gedək görək bazardakı qiymətlər nə yerdədir. Bu bir kəşfiyyatdır. Alıcı isə yoxdur. Yoxdur. Bu boyda bolluğun qarşısında alıcı yoxdur. Həqiqətən yoxdur. Deməli, bazardan çıxdım, saat 12-dir. Baxın, o bolluq göstərir. Demək, bayaq nə qədər maşın çıxarırlar və s. Görürsünüz, hamısı bazardan çıxır. Amma çıxa bilsələr, bazarın çıxışında böyük bir probka, böyük bir tıxac yaranıb. Yəni sata bilmirlər, qayıdıb çıxıb gedirlər yəni. Belə bir vəziyyət fikir verirsiniz, yuxarı baxın. Hamı çıxardır maşını bazardan, yəni ki, gətirənlər bu qədər maşın gətirildi, amma satılmadı.